Hər vaxtınız xeyir olsun, əziz izləyicilərim. Necəsiniz? Ümidvaram, yaxşısınız. İnşallah hər biriniz yaxşısınız. Bugün sizlərlə hamının çətinlik çəkdiyi o Azərbaycan SSR dərsinə baxacağıq. Burada mən sizə hər bir şey qeyd etmişəm. Sizə qalan sadəcə oxumaqdır, amma mən sizə bu dərsin necə daha rahat və əsas yerləri necə öyrənməyiniz barəsində məlumat verəcəm. Yəni mən bu videoda sizə sadəcə əsas yerlərdən danışacağam. Ümumiyyətlə Azərbaycan SSR nə vaxt yaradılır? 1920-ci ilin 28 aprelində AXC-nin varlığına son qoyulması ilə açılışı isə Azərbaycan Sovet Sosialist Respublikasıdır. Mövcud olduğu vaxtlar isə 1920-1991-ci illəri əhatə eləyir. Belə. Sonra Sovet Rusiyası biz deməli tərkibində idi. Azərbaycan MİK yaradılır burada. AZMİK. Yəni Müvəqqəti İnqilab Komitəsi. Bu isə Xalq Komissarlığı Sovetini yaradır. Yəni Müvəqqəti İnqilab Komitəsini yaradılır, təşkil olunur. Daha sonra Azərbaycan MİK isə yəni Müvəqqəti İnqilab Komitəsi isə Azərbaycan Xalq Komissarlığı Sovetini yaradır. Bu isə nə deməkdir? Ümumiyyətlə Azərbaycan SSR-in İnqilab Komitəsi, bir də SSR-in Soveti tərkibi təbii ki də Azərbaycanlılardan ibarət idi. İlk dövrlərdə fikir verin, qanunverici hakimiyyəti idi. Daha sonra isə Sovet Rusiyasının göstərişi ilə fəaliyyət göstərirdi. Yenə ali icra edici orqandır. Deməli, qanunverici orqan olduğu Müvəqqəti İnqilab Komitəsi, Azərbaycan SSR Xalq Komissarlığı Soveti isə oldu icra edici və Nəriman Nərimanov onun ilk sədri idi. 1920-21 bir il fəaliyyət göstərib. Daha sonra isə Azərbaycan SSR-də Daxili İşlər Komissarı yaradılır. Bu da Həmid Sultanovun oktyabrın 19-da keçirildiyi ikinci qurultayda nə deyir? Hakimiyyətin devrilməsində mənim özümün qızğın iştirakım olub. Çünki mən yaxşı bilirdim ki, mənim arxamda davamında var. Yalamada dayanmış qırmızı süngülər dururdu. Yalama isə ərazinin adıdır. Samur Yalama gedir. Coğrafiya bilənlər bilir. Daha sonra isə Azərbaycan Komünist Partiyası, yəni AKBP, B deyəndə nədir? Bolşeviklər nəzərdə tutulur. P-dakı partiya. Deməli, burada Mərkəzi Komitə yaradılır. Azərbaycanda real hakimiyyəti idi. Dövlət orqanları faktiki olaraq onun nəzarəti altında idi. Emissarlar ilk dəfə 1929-cu ildə təsis olunur. Nə? 1929-cu ildə təsis olunur. Deməli, Azərbaycanda ilk dəfə sədr, yəni katib vəzifəsi, katib. Yəni 1929-dan 33-ə qədər Mirzəfər Bağırova qədər emissarlar idarə edir. Emissar. Emissarın da mənası burada var. Hər hansı bir siyasi təşkilatın dövlətin tərəfindən idarə etmə, quruculuq, başqa ölkəyə göndərilən şəxs. Yəni, desək ki, ilk Azərbaycanın ilk sədri, daha doğrusu katibi desək ki, ilk dəfə deməli Mirzəfər Bağırov deyəsiz ki, xeyr, yanlışdır. Çünki ilk dəfə hakimiyyət orqanı emissarların əlində olur 4 il. Daha sonra isə hakimiyyətə gəlir Mirzəfər Bağırov. Gələ ilə Mirzəfər Bağırova ilk dəfə seçilir 1933-də. Yadımıza salaq 33-dəki hakimiyyəti Almaniya, Yaponiya hardan xaric olundu? Millətlər Cəmiyyətindən xaric olundu. Hər ikisi 1933-cü ildə. Və birinci katibi idi artıq bu. Emissarlar çünki bir nəfər deyildi. Artıq birinci katibimiz Mirzəfər Bağırov olur. Və 33-53-cü illərdə hakimiyyətdə olan kim olur? Deməli,
Mirzəfər Bağırov və Mirzəfər Bağırov hakimiyyətdə olduğu dövrlərdə fikir verin, prinsipsiz mübarizələrə, şəxsi qarşıdurmalara son qoyur. Şəxsi qarşıdurma, prinsipsiz mübarizə və bütün hakimiyyəti əlində cəmləşdirir. Sovet hökumətinin ilk tədbirlərindən danışanda isə 1920-ci illərdə artıq möhkəmləndirir, sosialist tədbirləri həyata keçirdi. Sovet hökuməti başqa isə sosialist tədbirləri həyata keçirəndən sonra Müvəqqəti İnqilab Komitəsinin ilk dekretləri, bunu qanun kimi də deyə bilərik əslində. Qəza, nahiyə, kənd inqilab komitələri yaradıldı. Bunu məhkəmədə demişdik. Qəza məhkəməsi ayrı idi, şəhəri ayrı idi, nahiyə məhkəməsi ayrı idi. Polisin əvəzinə də fəhlə kəndi milisi yaradılır. İndi də yaşlılardan eşidərsiniz, polis yerinə milis deyir və yaxud da milisiyaya gedəcəm, şöbə yerinə milisiya deyirlər. Bu da qədimdən qalmadı, yəni ruslardan qalmadı. Deməli, məhkəmənin yaradılması haqqında da qanun qəbul edilir və burada isə yenə fəhlə və kəndlilər. Niyə Anisə müəllim və kəndlilər? Sırf fəhlə və kəndlilər. Çünki Sovetin əsas dayağı ilə kəndlilərdir. Yadınıza salın. Rusiya Respublikasının yaranması, yəni Sovet Sosialist Respublikası, orada da və yaxud da adi Sovet Rusiyası, orada da qeyd edilirdi ki, kəndini öz tərəflərinə çəkirlər. Niyə? Deyirdilər ki, torpaq verəcəyik sizə. Axı kəndinin torpağı yox idi. Daha sonra isə fövqəladə komissiya da yaradılır. İlk qanunvericilik sənədləri xüsusi əhəmiyyətə malik idi torpaq. Dedimi sizə torpaq vermək istəyirdilər. Qanun qəbul eləyir, amma ki, torpaq kəndlərə tamamilə hansı torpaqlar paylanır? Bütün xan, bəy, vəqf, kilsə torpaqları müsadirə edilir və bunlar kəndlilərə paylandı. Təbii ki də bunlarla canını qurtarmırlar, çünki biz orada kollektivləşdirməni qeyd eləyəcəyik. Yəni, əslində elə də yaxşı getmirdi. Bir də burada vətəndaş müharibəsi də baş verir. Təbii ki də. Və bu vətəndaş müharibəsi nəticəsində də Sovet Rusiyasından daşınır artıq mallarımız. 1921-ci ildə 1-ci Ümumi Azərbaycan Sovet Qurultayı keçirilir. 21-ci ildə Bakıda keçirilir. Bunun da nəticəsində ilk konstitusiya qəbul edilir. Nə vaxt? 1921-ci ildə. Ümumiyyətlə, Azərbaycan SSR 3 konstitusiyası var. 1921, 1937, 1978. Belə. 56-da isə maddə var, onu qarışdırmayın heç vaxt. Və burada yenə vicdan, mətbuat, söz azadlıqları verilir. İrqindən, millindən asılı olmayaraq güya ki, bərabərlik verilirdi. Əslində yox idi. Və burada da qeyd edir ki, milli azlıqların mənafeyini qorumağına təminat verilir. Bu cümlənin də nə deməkdir? Ümumiyyətlə, məsələn, bizlərdə təkcə Azərbaycanlılar yaşamır, Uyğur türkləri yaşayır, coğrafiya oxuyanlar da bilər. Uyğur türkləri yaşayır, tutalım, ləzgilər yaşayır, tatlar yaşayır, buduqlar yaşayır və s. ilaxır. Yəni deyir ki, bunlar da Azərbaycanlılardan fərqləndirməyəcəyik. Belə deyirəm ki, yadınızda qalsın. Və burada deməli RSFSR-in 1-ci konstitusiyasının təkrarı idi və biz bunu nətər deyirik? Elə bil ki, RSFSR-in 1-ci konstitusiyası 18-də deyil, bu da 21-dədir. Yəni RSFSR-in konstitusiyası Azərbaycan SSR-in kopyala yapışdırı idi. Daha doğrusu Azərbaycan SSR-in 1-ci konstitusiyası RSFSR-i kopyala yapışdırı idi. Hələlik bu qədər uşaqlar, bu 1-ci Azərbaycan SSR-ə giriş idi. Bunlar da istəsəniz oxuyarsınız, qəşəng səliqəli yazmışam sizlər üçün. Dediyim kimi, yenə əsas yerlərin qeyd elədim, vaxtınızı çox almaq istəmirəm və sizlər də qeyd elədiniz ki, AXC-dən sonraki dərslərin izahı gəlsin. Mən də əlimdən gəldiyi qədərinə sizlərə kömək eləyəcəm. Siz də mənə dəstək olmağı istəyirsinizsə, kanalıma abunə olub, rəy yazmağı,
kimlənsə paylaşmağı, kimin ehtiyacı varsa, dərsi anlaya bilmirsə, onunla paylaşmağı unutmayın. Sonda da qeyd edeyim ki, siz də onlayn dərslərimə qoşulmaq istəyirsinizsə, müraciət eləyə bilərsiniz. 055 498 86 55. Dərslərimiz həftədə 3 dəfə olacaqdır. 1 saat yarım, həftədə 3 dəfə, cəmi 40 AZ olacaqdır ödəniş. Əgər sizlər də qoşulmaq istəyirsinizsə, müraciət eləyə bilərsiniz. Hələlik özünüzə yaxşı baxın.